Məktəbimə getmək istəyirəm. Məktəbimdən darıxmışam. Epilepsiya xəstəliyindən problem çəkirdim. Özümdən gedirdim. Sonrasını xatırlamırdım. Muradın ilk tutmaları 11 ayından başlayıb. Bir uşaq anasını tanımırsa, bu bir anlar üçün çox çətin bir şeydir. Gündə 8-10 dəfə tutması olan bir uşağın 5 gündə əməliyyat olunub və 5 gündə 5 dəfə ancaq. O da cüzi bir şəkildə yavaş bir formada olub. 13 yaşlı Murad balamızda şiddətli epileptik tutmaları var idi və bu tutmalar artıq 13 ildən çoxdur ki var və son 8 ay ərzində bu tutmalar aşırı şiddətli dərəcəli və sayında da çoxalma var idi. Və Murad balamız bir neçə epileptoloqun, uşaq nevroloqun yanında olub və bir neçə dəfə dərmanlarda dəyişikliklər olub. Heç bir dərmanın təsir olmayıb. Dəfələrlə EEG olub, yuxu EEG-si olub. Baş beyində bir çox multifokal deyilir, bir çox yerlərdə epileptik ocaqlar aşkar edilmişdir. Buna dirəncli epilepsiya deyilir. Heç bir dərmana tabi olmayan bir epilepsiya. Bu halda çıxış yolu vaqal sinirli stimulyasiyası deyilən bir əməliyyatdır. Və bu əməliyyatın əsas məqsədi baş beyindən çıxan və boyundan seyr edən vaqal sinirə implant yerləşdirməkdir. Bu əməliyyatın nəticəsində Murad balamızda epileptik tutmaların sayında və şiddətində xeyli dərəcədə azalma baş verəcəkdir. Bu cihazın effekti illər keçdikcə çoxalmağa başlayacaq və inşallah bir neçə aydan sonra ümumiyyətlə epileptik tutmalardan azad olması gözlənilir. Xəstəlikdən əziyyət çəkən uşaqların valideynlərinə üzümü tutub demək istəyirəm ki, pəs etməyin. Mən Zara doktora təşəkkür edirəm, minnətdarlığımı bildirirəm. Mən sevindiyim kimi inşallah ki, bütün xəstə uşaqların anaları sevinər, heç bir uşaq xəstələnməsin.